Azərbaycan və Tacikistan artıq qarşılıqlı faydalı əməkdaşlıq təcrübəsinə malikdir. Bu barədə Azərbaycan-Tacikistan biznes forumunda bildirilib. Tədbirdə ixracın və investisiyaların təşviqi, Azərbaycanın biznes və investisiya mühitinin beynəlxalq səviyyədə təqdim olunması, eləcə də yerli şirkətlərin xarici bazarlara çıxışının dəstəklənməsi istiqamətində görülən işlər barədə danışılıb. Bildirilib ki, bu kimi biznes platformaları məhz şirkətlər arasında da praktiki əlaqələrin qurulması, yeni tərəfdaşlıqların formalaşdırılması və iqtisadi əməkdaşlığın konkret layihələr üzrə inkişafı baxımından mühüm rol oynayır. В завершение хотел бы поблагодарить организаторов, всех участников. Вырос в 2 раза. Azərbaycan və Tacikistan həm iki tərəfli, həm də beynəlxalq təşkilatlar, o cümlədən MDB, Şanxay Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlığı davam etdirir. Ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlər arası komissiya iqtisadi dialoqun inkişafında mühüm rol oynayır. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika, rəqəmsal texnologiyalar, kiçik və orta biznesin inkişafı sahələrində əməkdaşlığın genişləndirilməsi nəzərdən keçirilir. Сегодня в рамках работы межправительственной комиссии Таджикистана и Азербайджана Tacikistan və Azərbaycan arasında birgə investisiya layihələri uğurla həyata keçirilir. Tacikistanda Azərbaycan investisiyaları hesabına termoplastik məhsullar istehsal olunur. Azərbaycan bazarında isə Tacikistanın quru meyvələri və qənnadı məhsulları təqdim edilir. Bu gün həm ticarət dövriyyəsinin artırılması, həm də investisiyaların cəlb olunması baxımından böyük potensialın şahidi olduq. Azərbaycanın yağ, piy və pambıq emalı şirkətləri arasında pambıq məhsullarının ixracı, həmçinin Tacikistan ərazisində yağ istehsalı ilə bağlı müqavilə imzalandı. Gələcəkdə bu əməkdaşlıq digər layihələr üçün də başlanğıc platformasına çevriləcək.